Qasım? Qəmər, gecə vaxtı Bakıda hara gedirsən belə? Sən mənə cavab ver görüm. Gecə vaxtı sənin Bakıda nə işin var? Bilirsən nə var? Mən 30 illik həyat yoldaşımın dalınca gəlmişəm. Qəmər, bu zəngin dünyanın hər şeyi evimizdə idi. Sevgi otaqlarının açarı özümüzdə idi. Yavaş-yavaş düzəldik. Nə yaman tez dağıldıq. Neynədik, gözə gəldik. Bəlkə öz gözümüzdə idi. Özün yazmısan bunu Qasım? Ha, olmadı ki, Qəmər, bütün yol boyu bu şeiri fikirləşmişəm sənin üçün. Ay Qəmər, mən yemək pişirəndə, ev yığışdıranda, paltar yuyanda oturub fikirləşdim ki, sən haqlıymışsən. Ay Qasım, heç bir qadın əslində haqlı olmaq istəmir. Bütün qadınlar xoşbəxt olmaq istəyir. Bir də ki, hansı qadın öz xoş günündən inciyib gedər ki? Nəysə, kəndə çox var, baş vaxt yatıb, bunları fikirləşmə. Gəl Qəmər, gəl, xoş gəlmişsən. Toğ düzəni salmısınız yine? Hə, salmışıq. O qoyunun malı yemi vermiş samsı? Hə, vermişik, nərat. Ona bax. Qasımın meyvələr tökülüb qalıb ağacı demirlər. Niyə yığmırsan? Ha, eftaxı bax, zay olurlar, xarab olurlar axı orada. Yığarıq da indi, yığarıq, nə olur? Ana bax, nisim də qalıb orada yağışın günün altında. Niyə götürməmsən onu? Pas atsın, zulümdən alırıq axı, qədrin bil də. Oy, ot ondan sən, bu Qadir gələn kim başladı? Bir həyətə, süpürgə, bana bax, xəzəl, hamısı xəzəl. Olmayan günlərimdir, olmayan günlərim. Ay Qəmər, yol gəlmişik. Bunları səhər də eləmək olar, birisi gün də eləmək olar. Gəl gecə içəri, gəl. Səhərə nə qədər işim var mənim, nə qədər işim var. Bunları gələk mən, o başlarından durum bir hamısını eləyim. Vay. Xoş gəlmişsən, ay Qəmər. Xoş gəlmişsən. Nə qəşəngdir. Sürpriz eləmişsən Qasım mənə. Ha?